Salam əziz və hörmətli dostlar, xoş gördük. Bir uzun sürədən sonra biraz da tənbəllik, biraz mərisçilik, biraz da vaqəən gün yəni o vaxtlar icazə vermirdi. Yəni adama bəzən təsmin tutur, bir qərara gəlir ki, mən bu işi görəcəyəm. Amma bir işlər gəlir qabağa ki, o iş olmur. Hər halda bu günləri özümə çox nə deyirlər, hədə-hərbə keçəndən sonra istədim ki, hər halda bu tilismi sındıram və bu kitabı başlayaq, oxuyaq. Kitabın ikinci bölümünə yetişmişik. Birinci, bilirsiniz dostlar, əvvəl bunu deyim ki, dostlar, mənim türkcəm latin əlifba ilə çox pisdir. Amma bir yerdən başlayıb bunu öyrəşməliyəm latin əlifba ilə oxumağı. Bu bir. İkinci bu ki, fars kitab o zaman ki qərar oldu fars kitab oxumayaq. Çünki bizi brainwash edir, beynimizi yıxır. Yuyurlar, dəyişdirirlər kitablarla, ruznamələrlə, məcəllələrlə, filmlə, sinema ilə, radioyla, televizyonla bizim beynimizi dəyişdirirlər. Bəs məcbur qalacağıq türkcə kitab oxuyaq. Və türkcə hər kitabda oxumayacaq. Çünki o sistem ki dünyada keçən 150 ildə dünyada çalışıbdı, tarixi, hər şeyi dəyişdirə, Avropalı eləyə, ya Avropa görüşü ilə yaza və onları soxa bizim beynimizə və hər şeyi dəyişdirib, yəni əslində belə bir şeylər yoxdur. Elə həman adamlar mənbə, referens yaradıblar. Yəni biri də ustad danışqah yaradıblar, mühəqqqiq yaradıblar və bunu dünya səviyyəsində bir brend eləyiblər. Bir dənə bir eyni məsələn McDonald ya nə bilim filan kafe, Bəhman yemək ki beynəlmiləl eləyiblər. Eyni halda biri də ustadı danışqahı da, tarixçini də, nə bilim dilçini də, filsufu da dünyada brend eləyiblər, yayıblar, bu bazara sata biliblər. Və mütəəssifanə Türkiyəlilər də elə həman ideyaya uyublar, həman fikrə uyublar ki, bizi İranda həman fikirlərə uydurublar və yuxuladıblar. Onun üçün fikirləmin ki, Türkiyədə yazılan kitabların hamısı ya Azərbaycan Cumhuriyyətində yazılan kitablar, məcəllələr, ruznamələr hamısı millətçi, Azərbaycancı və müstəqil fikirdir. Yox, onlar da eyni bizə tay məcburdurlar ki, gedələr məsələn Amerikanın, Avropanın, yəni məcbur deyirlər, amma gedirlər. Yəni özləri məcbur görürlər. Biz əgər istəyək elmi olaq, mütərəqqi olaq, filan gərək gedək, onlar görək nə deyirlər, onu qəbul eləyək. Özümüzün düşüncəmiz yoxdur. Düşüncəmizə biz zip qoyuruq, bağlırıq və düşüncəsiz bir insana çeviririk. Mütəəssifanə belə olmuşuq. Yəni bizə hər nə cümlə deyirlər, desinlər bunu bir Amerikalı, bunu bir Kanadalı, bunu bir Fransəli, bunu bir İngilisli deyibdir. Biz onu qəbul elərik. Amma Ruslu desələr də orada biraz dayanmıq. Çünki Rus biraz bizim yanımızda pis olubdur. Mən demirəm Rus pisdir, yaxşıdır. Amma istəyirəm deyəm ki, batılı dediyimiz, qərbi dediyimiz dövlətlər keçən 200 ilin içində bir sistem yaradıblar. Bu sistem həm fəlsəfədə yaranıbdır, həm təlimi tərbiyətdə yaranıbdır, həm siyasətdə yaranıbdır, həm iqtisadda yaranıbdır, həm bancılıqda, bank işlərində yaranıbdır, həm beynəlmiləl rabitələrdə, həm təlim, tərbiyyət rabitəsində. Hər sahədə desəz o fikri yaradıblar, onu bir marka eləyiblər. O markanı, brend bayaq dedim, həman marka. Onu bir marka eləyiblər, bu markanı da tamam dünyaya yayıblar. Yəni siz istəyirsiniz deyəsiniz ki, mən roşən fikrəm, mən mütərəqqiyəm, mən filanam. Məsələn, qəhvə içmək, ya siqar çəkmək, ya kravat vurmaq, ya filan eləmək. Bunlar o sistem ki yaradıbdır, ona bənzəmək yoludur. Özümüzü aşağı görüb onlara ulaşmaq yoludur. Onun üçün hər hansı kitab ki, hətta latincədə oxuyuruq və mənim kimi adamda ki, onda zəifdir, bunu gərək həm əvvələn yavaş oxuyaq. İkinci, biz türkcə kitab oxumamışıq. Ən mühümü budur. Mən özümü deyirəm, heç olmasa, mən türkcə siyasi kitab, ictimai kitab, fəlsəfi kitab, tarixi kitab, rəvanşinasi kitablar oxumamışam. Bunun üçün də mənə çox zordur ki, gələm, burada bir dənə fəlsəfə, bu kitab ki, məsələn, oxuyuruq, indi neçə aydır bunu başlamışıq, bu günlərə 63-cü bölümünü oxuyacağıq bu kitabın. Görürük ki, mənə çətindir. Onun üçün biraz yavaş oxuram və zor oxuram, amma beləsi oxumalıdır. Yəni, düzün desəz kitabı da beləsi oxumalıdır. Əgər kitabı sürət ilə oxursunuz, dostlar, əgər sürət ilə kitab oxursunuz, yəni kitab oxumursunuz. Çünki bilmirsiniz ki, nə aldınız. Və mütəəssifanə bizim beynimiz saxlamaz bunları. Yəni siz mümkündür ki, ömrünüzdə
1 dana, 100 dana, 1000 dana, 10.000 dana kitab oxumusunuz. İşim yox nə qədər oxumusunuz. Amma mənə deyin ki, neçəsindən neçə kəlmə yadınızdadır. Çünki bizim beynimiz nə qədər sürətlə oxusaq, belə tez yaddan çıxadar. Necə ki, dili öyrəşmək də elə bu cürdür. Onun üçün dostlar, mən çalışıram ki, həm bunu doğrudan düşünəm, həm də ki, bəzən burada sizin yanınızda baxıram lüğətnaməyə, dictionary-yə, ingiliscə online, həm latin, türkcə üzr istəyirəm, həm də ki, özüm bəzən qabaqcan bunu oxuyanda baxıram. İndi məsələn, burada baxsaq, bəzi kəlmələrin altına xətt çəkmişəm və mənasını burada yazmışam ki, nədir? Çünki bunların biz şeylərini bilmirəm. Gəldikcə deyəcəm və bəzən də burada deyirəm ki, məsələn, bu kəlmə farsıdan gəlibdir, bu kəlmə fransədən ya ayrı dillərdən gəlibdir, türkcəyə, türkcəsinə qoşulubdur və bunun kökü nədir və biz bunu nə cür deyirik, nə cür türkləşibdir. Bunları da deyirəm. Ya farsıda bunun müadili var ya yox. Məna ki, farsıda olmalıdır, amma müadili var ya yox. Hər halda dostlar, bu kitab 2 bölümdən ibarət idi. Dedik ki, bu kitab, əvvələn kitabın adını deyim. Kitabın adı Sümürgəçinin portresi və sümürgələşdirilənin portresidir. Yazan Albert Memi Tuneslidir. Bu kitabı hududən deyək ki, 70 il bundan qabaq yazıbdır, yayıbdır. Bu adam bir filsufdur məncə. Dostlarımızın bəzi deyirlər filsuf deyil, amma məncə filsufdur. Çünki dünyada bir çox fəlsəfə bilən filsuflar buna görə ki, fikirlərin rahatca millətə deyələr ki, nədir? Roman şəklində yazıblar. Bunu qəbul eləyin ki, heç vaxt bir roman tarix deyil. Ola bilər tarixə istinad eləyərlər filan bəhman, amma aleykümselam dostlar, amma bir roman tarix deyil, bir roman fəlsəfə deyil, amma o fikirləri daşıya bilər. Yəni bu gücü vardı ki, fikri daşısın. Amma siz İranda romanlar görürsünüz ki, tarix yerinə bizə qalib eləyib. Məsələn, Xacə-i Tacdar, nə bilim, Şah İsmaila görə, nə bilim, hər kəsə görə bir kitablar yazıblar. Bunları bizə də nəql yazıblar və bunları bizə deyiblər ki, və biz bunları tarix kimi düşünmüşük. Təəssüfənə bizim tarixdən düşüncəmiz də İranda brainwash olduğumuz üçün, beynimizi yıxaladıqları üçün, dəyişdirdikləri üçün biz hər nə mənə desələr onları yox. Bir illətlə ki, dostlar, mən keçən 3 həftəyə yaxında kitab oxumadım. Doğrusunu axtarsaz, biraz dostlarımızdan, millətimizdən biraz ümidimi kəsdim. Sonunda da bir dana cümlə yazdım, çox ağır cümlə yazdım. Yazdım ki, yəni ondan sonra dedim ki, oxumayayım kitab. Bir ağır mətn yazdım, çox qısa mətn, amma ağır mətn. Yəni biraz hətta bəlkə ağacla döyən kimi, bir milləti, bir adamı ağacla vurasan yuxudan ayda, o cür bir şey. Millət ki, balıq beyinli millət. Bilirsiniz, balıq beyinli insanlar, balıq beyni deyəndə, yəni balıqların deyirlər 5 saniyəlik normal balıqlar, məmuli balıqlar, məsələn, val yox, ya bəzi balıq, nəhəngilər falanlar ki, bunların beyinləri çox keçədir, onlar yox. Amma bəzi balıqların, milçəklərin falanların beyinləri çox kiçikdir. Görürsünüz də, özlərinə görə beyinləri də elə o qədər kiçik olacaqdır. Görürsünüz ki, bir dana milçək 100 dəfə gedir, dəyir pəncərədə şüşəyə, amma bilmir ki, bura şüşə var. Yenə deyir bəlkə, hətta qədim məsələn şeirlərdə kəpənəyi deyirlər ki, pərvanə və atəş filan bəhman. Getdi ota dəydi, yandı. Otu sevir, aşiqdir. Yox, aşiq deyil dostlar. O orada bir işıq görür, qaranlıqdan istəyir işığa tərəf, tutur od onu yandırır. Belə deyir ki, bu bilə ki, ora nəcat yoludur ya, o da aşiq ola. Yox, belə bir şey yoxdur. Əsla belə bir şey yoxdur. Bəlkə o istəyir ki, qaranlıqdan işığa tərəf keçsin və istəyir o işığı özünə amac alır, gedir ora od tutur, yanır. Necə ki, milçək pəncərəyə dayanır, arı pəncərəyə, şüşəyə dayanır və məsələn deyirlər bəlkə buradan niyə çıxanmırlar? Yəni bunu soruşurlar üzəri. Niyə çıxanmırıq? 100 dəfə görürsünüz gedir, amma yadından çıxır. Yəni 100 dəfə də yadından çıxır. Hey, özün vurur bu şüşəyə. Bir millət balıq beyinli millət də belədir. Biz bu yaşamı yaşamışıq, amma niyə yaddan çıxartmışıq? Tamam, əlimizlə gəldik, hakimiyyətimizi verdik farslara. Qacarı özümüz yıxdıq. Amma nədən tariximizi unutduq? Nədən yadımızdan çıxartdıq ki, Nasiruddin Şah filan kəsdi, Əhməd Şah filan kəsdi, Məhəmməd Əli Şah filan kəsdi, Müzəffəriddin Şah da filan kəsdi. Nədən bunları yadımızdan çıxartdıq? Çünki balıq beyinli millətik.
Və düzünü axtarsanız bu cümlə yazandan sonra bu balaca mətni bir səfərlik, balaca 200-300 kəlməlik bir şeydir yazmışam. Onu o yazandan sonra əslində dedim ki, mən bu millətə niyə kitab oxuyayım? Yəni oxuyuram ki, bunlar nə düşünsünlər? Bizi ki, tariximizi bu qədər rahatçılıqla, hər şeyi bu rahatlıqla unuduruq. Özümüzü soruşanmırıq ki, nə yox? Biz balıq beyinli bir millət olmuşuq. Bundan dolayı düzünü axtarsınız biraz özüm küstüm yəni. Bu 2-3 həftədə özümü razı eləyə bilmirdim ki, gələm kitab oxuyam. Bəhanələr də çıxırdı qabağa. O bəhanələr normal vəzlərdə çıxsa, mən kitabı gəlib oxuyardım. Yəni bəhanəni qoyardım qabağa, gələrdim kitab oxuyardım. Amma bu keçən 3 həftədə doğrusunu axtarsınız, ondan sonra istəyirdim məsələn kitab oxumayım. Amma bu kitab çox önəmlidir, onun üçün istədim bunu oxuyam. Kitabımızı dedik ki 70 il yaxını bundan qabaq bu kitab yazılıbdır. Bu kitab yazan Albert Məmi Tunesdə doğulubdu. Tuneslilər o zamanca bu doğulubdu. Bizə tay ki biz farsların işğalındayıq. Onlar da Fransəlilərin işğalındaydilər. Nə olurdu? Adamlar özlərini Fransəli bilirdilər. Fransəli kimi yiyaq, Fransəli kimi ciyaq, Fransəli kimi danışaq, Fransəli kimi oturaq, duraq. Bəlkə biz də Fransəlilərin əlində olan imkanlardan faydalanaq və o cür bir yaşama yetişək. Çünki insanlar güclü insanı sevərlər, pullu insanı sevərlər və onları özlərinə ülgü tutarlar. İstərlər o cür olsunlar ki, pullular, o cür yaşasınlar ki, pullular yaşırlar. Məsələn, o cür xəşlər ki, pullu xanım xəşlir, ya pullu kişi xəşlir, oğlu xəşlir. Amma bu, məsələn, fərz elə ki, bir dənə adamın ayda 1 milyard gəliri var, 100 milyon gəliri var, 15 milyon, 20 milyon gəliri var. Bir dənə də kasıb adamın məsələn ayda 2 milyon, 3 milyon, 4 milyon. İndi istir qaz yerişsin, yəni istir o dövlətdilər kimi yetişsin. Təbii ki, məsələn, o cür xəşləyə bilməsin, açardır ki, pis işlərə qoşulsun. Ya borca düşsün, ya özünü öldürsün, ya kolliyəsini satsın. Ya o birisi əzaların satsın. Hər halda biz farslara bənzəmək üçün indi farslaşırıq falan, bizi farsladılar. Farsların əlində imkan vardı, pul vardı, sərvət vardı, rifahdadılar. Bizdən çox rifahdadılar. Rifahda deyəndə mütləq rifahda deyil farslar. Amma bizə baxanda, bəluçlara baxanda, ərəblərə baxanda, lorlara baxanda, ciyləçlərə baxanda bizlərdən nədirlər? Bunlardan varlıdırlar. Bunlardan prestijlidirlər. İşlər bunların əlində, dövlət bunların əlində, qüdrət bunların əlində. Biz də istəyirik ki, onlara ta yaşayaq. Bunun üçün görürsünüz ki, hər, məsələn, Qəşqailər çox farslaşıblar. Məsələn, Zəncanlılar, Əraçlılar, İsfahanda olan türklər, Şirazda olan türklər. Əslən, Şiraz türk şəhridir, bilirsiniz. Hətta Hafizin əgər şehri düz olsa, ki, mənim nəzərimə düz deyil, 800 il bundan qabaq yazılmayıbdır. Hətta əgər o düz olsa, o deyir ki, Cəran Türkçe Şirazi bədən, Türkçe Şirazi deyir. Şirazlı Türkçe əgər mənim ürəyimə əlinə gətirə, o zaman bu adam yazanda təbii ki, orada şeymişlər, türklər yaşırmışlar. Amma biz yavaş-yavaş tarixdə beynimiz, balıq beyinli olduğumuz üçün dilimiz dəyişib, tariximiz dəyişib, dinimizi dəyişdirmişik, məzhəbimizi dəyişdirmişik. Farslaşmağa oradan gedirik. Balıq beyinlik ki dediyim buradan. Hər halda bu adam da eyni bizə tay Fransəlidir. Fransada dərs oxusam, Fransəlilər kimi yaşasam, giyinsəm, getsəm, gəlsəm, kabariyə getsəm, nə bilim, əraq içsəm, belə tutsam, bulan börkü belə qoysam, bu falan marka alsam, giysəm, mən çox böyük bir adam olam. Hamı mənə deyir, wow, ya. Biz belə bir mütəəssifانه balıq beyinliğə mübtəla olmuşuq. Yəni, bir zamanlar insana deyirlər ki, içində nə var? İndi deyirik ki, nə giyibdir, nə minir, harda oturur. İnsanların bu içində nə var, düşüncələri nədir, bu bizə önəm daşımır. Niyə biz balıq beyinli yox? Çünki bizim gözümüz gördüyü iləndir. Biz insanların içi ilə işimiz yoxdur. Hər halda. Çox qırağa getməyim. Çünki 3 həftədir bu kitabı oxumadığım üçün biraz tozih verirəm bunları. Albert Məmi gedir Fransada dərs oxur və bir neçə ildən sonra döktürasını alır. Böyük ustadlarla dərs oxur məsələn. Qeydir gəlir məmləkətinə. Gedim bir məmləkətimdə görüm nə var. Mən famililərim bu görsün. Mən döktüra almışam, gəlmişəm Fransada. Mən kamil fransələşmişəm. Bunlar bir məni görsünlər. Qeydir gəlir görür.
həman millət kimi qoymuşdu, getmişdi. Onlar deyil. Bunlar silah götürüblər əllərinə, Fransəlilərlə savaşırlar ki, biz Fransəli deyirik, biz Ərəbuq, biz Tunisliyik, bizim müstəqil olmağımız gərəkir. Siz bizi dalı qoyursunuz, siz bizi danırsınız, inkar edirsiniz, dilimizi, tariximizi, ədəbiyyatımızı, musiqimizi, fəlsəfəmizi, düşüncəmizi, beynimizi, balıq beynini eləmişsiniz bizi. Bunları düşünür. Bunları görür. Görür ki, əsləhə görüblər savaşır və bu bir mütəxəssis kimi girir bu məsələnin içində ki, nədir olubdur, qəziyyə nədir? Bu kitabı yazır. Bu kitab yazılandan bu günə qədər bəlkə 70-80 millətin müstəqil olmasında yeri olubdur. Yeri rol oynayıbdır, nəqş oynayıbdır. İndi bunun birinci bölümü istemarçı. İstemar və müstəmrə sümürgəçi, türkcə sümürgəçi və sümürləyən. İstemarcər olur sümürgəçi, sümürləşən olur biz. Farslar və biz. Dedik ki, qabaqçı bəhslərdə dedik, sümürgəçi kimdir? Bizim İranda danışanda hər o adam ki, farsdır ya özün fars bilir, fars tanıdır. O sümürgəçidir. Yəni, mümkündür, türkdür, ərəbdir, bəli, amma deyir, mən farsam, mən ariyayım, mən İraniyim. Bu adam şeydir, özün tərif edir. Bu tərif eləyində geçir kimin, indi ya haqqı var, ya haqqı yoxdur, o mühüm deyil. Onun beyni sümürgəçidir. Onun beyni fars kimidir, farsın xidmətindədir. Və mühüm budur. Mühüm bu deyil ki, mənim doğumum, nənəm türkdür, dədəm türkdür. Mühüm budur ki, mənim beynim farslaşıb ya yox. Bizim beynimiz farslaşıb. Balıq beyinli olmuşuq, farslaşmışıq. Və məsələn dedim, hər adamın 4 nəsil dalıya geçsək, mənim nənəm var, nənəmin nənəsi var, nənəmin nənəsinin nənəsi və nənəsinin nənəsinin nənəsi. Yəni 4 dana nəsil dalıya gedəndə bəlli olar ki, bunlar farsıdırlar ya türküdürlər. Və bilirik ki, hətta bu günləri İranda, dostlar, diqqət buyurun, bu günləri İran dediyimiz torpağa əgər baxsaq, görərik ki, İran dediyimiz torpaqda heç bir ustan tapanmazsınız, ustan dedikləri torpaqlar tapanmazsınız ki, orada türk olmasın. Yəni siz məsələn Kirman deyin, Yəzd deyin, Kaşan deyin, Simnan deyin, Kirmanşah deyin, nə bilim, Kürdistan deyin, Bəluçistan deyin, Əl-Əhvaz deyin. Hər yer deyirsiniz deyin, mühüm deyil. Burada türk mütləqa var. Yəni toplum, bir-iki nəfərdən danışmıram. Toplum olaraq, yüzlər il orada yaşayaraq türk var. Yüzlər il. Məsələn, 800 il, 1000 il yaşayaraq orada türk var. Amma siz fars görməzsiniz bir iddə ustanlarda. Məsələn, Əl-Əhvazda siz fars görməzsiniz, Bəluçistanda fars görməzsiniz, Türkmən Səhrada fars görməzsiniz, Qəşqaistanda fars görməzsiniz, Loristanda fars görməzsiniz, Bəxtiyarda fars görməzsiniz, Gilanda, Mazəndaranda fars görməzsiniz, Azərbaycanın tamam illərində siz fars görməzsiniz. Bunlar ki, bura gediblər, bunlar dövlət tərəfindən istihdam olublar, göndəriliblər. Və ya amuzəş və siyasət tərəfindən bunları balıq beyinli insanları çeviriblər, bunlar özlərin fars bilirlər. Pəs farslar sonra gəlmədilər ki, azlıqdılar. Hətta bu günləri ki, mən danışırıq ələn burada, İranda 30 neçə ustanın, məsələn, 6-sı mütləqa gərək fars olaydı, heç olmasa. Mütləqa. Amma mütləqa bunların heç birisi fars deyil, %100. Məsələn, bunların %50-si, 55-i, 60-ı farsdır. İsfahanın məsələn %60-ı da fars deyil. Şirazın %45-i, 50-si fars ola bilər. Simnan ha belə, Yəzd ha belə, Kaşan ha belə, Kirman ha belə. Amma siz, məsələn, Ərdəbildə %100, yəni deyək ki, 2 milyon cəmiyyəti var Ərdəbilin. Məsələn, mümkün orada bir 100 dana fars ola. 100 dana fars Tehrandan gəlmiş ola. Amma bir də insanlar, balıq beyinli insanlar özlərin fars bilirlər, İranlı bilirlər. Niyə? Keçən yüzildə dərs onların əlində olubdu, zindan onların əlində olubdu, istihdam onların əlində olub, ixrac onların əlində olub, müəllim onların əlində, danışqah onların əlində, hər şey onların əlində olduğu üçün, güc onların əlində olsun. Biz də istəyirik gücə, insanlar gücü sevərlər. Biz də istəyirik gücə tərəf gedək. Gücə yaxınlaşaq ki, özümüzün əmniyyət qazanaq, safety, biz özümüzə bir balon, bir bankanın içinə girək ki, o banka
bizi qorusun. Hər halda bu adam da eyni bizə gəlir məmləkətində görür və bu kitabı yazır. Kitabda da istemarçı və müstəmirə, yəni bir Fransəlilər, Fransa fikirlilər, Fransəli düşünənlər, Fransa şirkətləri və Fransa istihdam eləyənlər, bir də sümürgələşdirilənlər. Onlar ki, Fransəli fikirlilər, Fransəli düşüncəlilər, Fransəli dövləti, Fransa şirkətləri çalışırlar. Onların beynini dəyişdirərlər, balıq beyinlilər eləyərlər və onları deyərlər ki, siz ərəb dəyilsiniz, siz tunesi dəyilsiniz, Fransəlisiniz. Sizin dilinizin ərзişi yoxdur. Burada elm, bu sizin dilinizdən elm çıxmaz, sənət çıxmaz, texnoloji çıxmaz. Siz dalı qalmış, geri qalmış bir millətsiniz. İstəyəsiniz qabağa gedəsiniz, gərək bizə tay bənzəyəsiniz. Bizə tay olasınız. İndi bu kitabın gəldik, yetişdik 90-cı səhifəsinə, 91-ci səhifəsində 2-ci bölümə. Yəni, buradan da bu üzə çalışacağıq ki, sümürgələşmiş adamların müşəxxəsi nədir? Yəni, siz və mən ki, farsların əli ilə sümürgələşmişik, beynimiz balıq beyni kimi deyişilibdir. Biz nə ittifaq düşübüsümüzdə, nə vəzliyik? Biz nə cür davranırlar? Biz müşkülümüz nədir ki, belə olmuşuq? Nədən biz hakimiyyətimizi əlimizdən vermişik və bir iddə adamların ixtiyarında keçmiş, onların nökəri olmuşuq? Tamam. Buradan çalışdım ki, xülasə bu kitabın buradan oxuduğumuzu xülasə deyəm. İndi buradan deyir ki, bu bölüm ki, hududən 90 səhifə olacaqdır. Bu özü də neçə bölümdəndir ki, birincisini başlayırıq buradan oxumağa. Və görək ki, bu bizə nə deyir? Deyir ki, sümürgələşdirənin mitsəl portresi. Mit dedik ki, latincə sözdür, usturə anlamında. Sümürgələşdirəndəki biz türkləri farsların qabağında ərəblər, bəluçlar, türkəmənlər, qəşqailər, lorlar, ciləklər, mazənilər, talişlər, bunlar sümürgələşən millətdilər. Mitsəl portre dedik ki, təsvir, əks. Amma bu o nəqqaşı deyil ki, divarda çəkirlər. Məsələn, İranın nəqqaşısının fikrini ki, mən bu divarda çəkəm, o portre deyil. Portre o şeydir ki, siz onu zehninizdə düzəldirsiniz. Ondan bir zehnisel bir düşüncəz var. Bir əksiz var, filmiz var, bir düşüncəz var. Buna deyir portre. Burada nəqqaşidən söz getmir. Burada düşüncədən söz gedir. Tamam. Deyir ki, tıpkı burjuvazinin bir proletariya imgəsi sunması gibi sümürgecinin varlığı da sümürgələşdirilənin bir imgəsinə çağrı yapar və bunu dayatır. Tamam. Deyir ki, burjuva dedik ki, yer sahipləri, para sahipləri, pul sahipləri. Tıpkı Türkçədə ərəbcədən gəlmiş sözü, tıpkı sözü ki, ərəbcədə onun türkləşmişidir. Tıpkı da, yəni o tay. Əgər bunu tərcümə etsək, Türkçəyə etsək, burjuvaziyə tay, tipik olar tay, bir proletariya. Proletariya da latincə sözdür, bəlkə Rusdan gəlib, ya Almancadan gəlib, bilmirəm. Giribdir. Yəni, işçi, xaricər farsça deyirlər. Biz əmələ və işçi deyirik. Əmələ ya işçi. Əmələ ərəbcəsidir, işçi də türkçəsidir. Xaricər də farsçasıdır. İmgə təsvir, zehnimizdə olan bir düşüncə. Deyir ki, burjuvazinin xaricərin zehnində, sərmayədarın deyək, sərmayədarın, pulluların, xaricərin zehnində olan təsvirləri, düşüncələri bizim bir karfərmadan, karxana sahibından, dövlətdən, rəisdən düşüncəmiz nədir? Deyir, bu imgə bu olur. İmgəsi, imgə sunması gibi. Odur ki, təqdim, sunmaq, təqdim eləmək. Mən sizə salamlarımı, hörmətlərimi sunuram, təqdim edirəm. Sunması gibi deyir, necə ki, pəs beləsi oldu. O cürə ki, xaricərin zehnində pul sahibi, sərmayə sahibinin bir düşüncəsi yaranar, ona tay sümürgəçinin, istemarçının varlığı da, əslən, mövcudiyyəti varlığı,
sümürgələşdirənin bir imgəsinə çağrı, yəni onu elə ki özünə çağırır ki, onun bir təsviri var. Deyir ki, gəl bax məni belə sümürgəçi belə deyir məni gör. Farslar deyirlər siz məni belə görün. Biz insaniyyət mühümdür. İnsaniyyət mühümdür, amma insaniyyətdə sənin haqqın yoxdur dilin olsun. Sənin haqqın yoxdur tarixin olsun. Sənin haqqın yoxdur fəlsəfən olsun. Sənin haqqın yoxdur iqtisadın olsun. Sənin haqqın yoxdur hökumətin olsun. Sənin haqqın yox. Haqqın yoxdur əslən. Sənin iki şey haqqın var. Bir mənə bənzəyəcəksən, bir də öləcəksən mənim yolumda. İki dənə haqqın var. Bir Farsa bənzəyəcəksən, bir də Farsın mənafi yolunda öləcəksən. Tamam. Deyir ki, imgəsinə çağrı yapar, ona deyir çağırar, ona dəvət elər ki, bax belə düşünün məni. Və bunu dayatır və bunu təhmil elər, sizin zehninizə soxar. Cəlibdir, biz hamımız bilirik ki, məsələn, filan karxananın, filan pulun, filan bankın sərmayəsi bizdən çoxdur. Amma biz çox rahatlıqca onları yaxçadan bilirik. Bizi işlədirlər, bizdən gücümüzü işlədirlər, bizi işlədirlər və bizdən çox pul qazanırlar. Amma biz onları yaxçadan bilirik özümüzdən. Bu imgələr, yəni bizim zehnimizdə olan xaricənin zehnində sərmayədardan, müstəmirənin zehnində istemarçıdan olan təsvir. Biz Farsları daha yaxçı bilirik, Fransəliləri daha, İngilisləri, Amerikalıları daha yaxçı bilirik özümüzdən. Deyir, bunların illətin deyənədir. Bu imgələr, bu təsvirlər ki, bizim zehnimizdə var, sümürgəcinin və burjuvazının varlığının və davranışlarının şok edici görünməməsi üçün bəhanə halinə gəlir. Deyir ki, bu təsvirlər ki, bizim zehnimizdə vardır, sümürgəcinin, istemarçının və burjuvazının, yəni sərmayədarın varlığının, mövcudiyyətinin ərəbcə sözdür, bunun farsçası yoxdur. Farsçası varlığın, mövcudiyyət, budən sözüdür, amma budən o anlamda deyil. O anlamda işlənməz. Mövcudiyyət və davranışlarının, onun rəftarının, Farsların rəftarının, sərmayədarın rəftarının şok edici, hamımız bunu bilirik, şok edici bir görünməməsi, buna görə ki, o görünməsin, o üçün bir bəhanə halinə gəlir. Bu bir bəhanə halinə gəlir ki, biz belə görənmirik da. Bu nə yaxçı adamdır, bizi işlədir, pul verir, gedirik evimizə. Farslar nə yaxçı adamlar, bizə əmniyyət yaradırlar, bizə Əl-Əhvazın nəftindən biraz verirlər, yoxsa bizim halimiz nə olardı? Diqqət buyurun, bu vəzə gəlirik. Amma bu imgələr varlıqlarını mistifikasyona borçlu olduqlarından biz bu mistifikasyonu ortadan kaldıracağız. Deyir ki, bu imgələr bizim zehnimizdə vardı, Farsları yaxçı görürük, dillərin yaxçı görürük, şirin, o filanı, bəhman, əsəldi, baldı bizim dilimizdə zəhrimar eləyiblər. Əslən, yoxdur, qadağandır bizim dilimiz. Bizim dilimiz o zaman ki, rəsmi olmadı, yəni qeyri-qanunidir. Qanuni əsasında Farsın dilinin adı var, bizim dilimizin adı yoxdur. Yəni, o qanunidir, bizimki qeyri-qanunidir, bizim dilimiz qaçaqdır. Onun dili rəsmidir, bizim dilimiz qeyri-rəsmi, qaçaqdır. Amma bu imgələr varlıqlarını mistifikasyon latincə sözdür, yəni qarma-qarışıq borçlu türkləşibdir. Mystification buradan gəlir, amma burada mistifikasyon. Bu zahirən Fransədən aldığı üçün belədir. Necə ki İranın, diqqət buyurun, bu İran adlanan torpaqların, ki İran bilirsiniz 100 ildən də azdır, 88 ildir bu İran adında bir söz tapılıb. Əslən İran sözü 88 ildir tapılıbdır. Ondan qabaq İran sözü hər yerdə görsəz yalandır. Çünki 1312-də bu sözü ortaya atıblar, Farslar, ruznamələri, radio, televizyona gətiriblər. 1313-də bunu qanun şəklinə gətiriblər, buna dəsturiləməli yazıblar. 1300 dövlətlərə, özlərinə, idarələrə yazıblar ki, bundan bizə kağızlarınızın başında İran sözü gələcəkdir. Sonra da 1314-də də rəsmən bu icra olunubdur. Yəni o günəcən tarixdə İran sözü yoxdur.
Nə bir dövlət adı olubdu, nə bir ailə adı olubdu, nə bir torpaq adı olubdu. Buna görə də ki, İran sözün rəsmilədələr bizim balıq beynimizə soxalar, Bəluçistanda bir dana kəndin adın İran qoydular, sonra delədilər İran şəhər. Ki, deyərlər oradandır. Biz bu deyir ki, bir qarma-qarışlıq borculu, bu düşüncə ki, bizim zehnimizdə var, bir qarma-qarışılığa borçluyuq biz bunu. Bir qarma-qarışıq fikirdir. Bizim zehnimizə soxublar istemarçıdan və sərmayedardan. Deyir ki, borçludur olduqlarından. Biz bu mistifikasyonu ortadan kaldıracağız. Deyir ki, biz bunu ortadan kaldıracağız. Yəni, bunu aşkar eləyəcəyik ki, necə olub biz bir qarma-qarışıq fikrə qurban getmişik? Necə olub balıq beyinli olmuşuq? Örneğin bu suçlayıcı portrede sıklıkla sözü edilen tembellik özelliğini düşünelim. Deyir ki, en mühüm özellik bizde vardı ki, bu mistifikasyona qurban getmişik, bu qarma-qarışığa qurban getmişik, farslara inanmışıq, balıq beyinli olmuşuq. Deyir, bunun örneğin, nümunə üçün, misal gətirək, örnek üçün, örnek nümunə türkcəsidir. Misal ərəbcəsidir. Farsçada buna anlam yox, kəlmə yoxdur, söz yoxdur. Yəni, farsça misalın yerinə məsələn, nə deyər? Deyə bilməz. Bu unvanı misal, məsələn, işlədirlər. Bunun yerinə desin, məsələn, nəməniyə? Çünki bu dil, fars dili əsil dil deyil. Bu, türklər düzətdiyi ərəbdən bir dildir. Mən belə düşünürəm. Örneğin bu suçlayıcı, müttəhəm, suçlamaq ərəb sözündəndir, müttəhəm sözü. İttiham, müttəhəm ərəbcədir, onun farsçası yoxdur. Əslən, hüquq sözlərinin, qanun sözlərinin farsçası yoxdur. Fəlsəfənin, məntiqin, ədəbiyyatın, dəstur-i zəban deyirlər, dəstur-i zəbanın farsçası yoxdur. Ozan-ı uruz təxəssüsünün, ozan, şeirin ki, bir elmidir, şeirin özünün sistemi, onun şeyi yoxdur, farsçası yoxdur. Örneğin bu suçlayıcı ittiham sözünün türkçəsi var, farsçası yoxdur. Suçlayıcı portrede o şey ki bizim özümüzü müttəhəm edək balıq beyinliliğə. Deyir, bu balıq beyinliliğə ki müttəhəm elədik özümüzü sıqlıq yəni tez-tez, dalbadal, sıx yəni möhkəm. Sıqlıqla yəni dalbadal sözü əldən, sıqlıqla sözü edilən tembellik. Dalbadal deyəcək ki, tembellik məsələsi var burada. Bu millətlər tembellikdirlər, özəlliyini düşünəlim. Deyir ki, bu millətdə bir özəllik var. Özəllik xüsusiyyət ki, ərəbcədir. Farsca ona vijeci deyirlər. Bu millətdə bir vijeci var, xüsusiyyət var, özəllik var. O nədir? Tembellik. Pəs, illəti bu ki, biz balıq beyinliyik, o nədir? Tembellikdir. Biz kitab oxumuruq, kitab yazmırıq, tariximizi axtarmırıq. Demirik ki, farslar bu kitabı bizə yazıblar, bunu bizim beynimizi dəyişdirmək üçün yazıblar ki, öz hakimiyyətlərin, qudrətlərin, sərvətlərin bizim əlimizlə təmin eləyirlər. Biz bunu dəyişdirməliyik. Gedək kitab yazaq, oxuyaq, zəhmət çəkək, kitabları bir-birimizdən oxuyaq. Məsələn, niyə biz burada çox kitablar, qrupları qoyurlar? Niyə bir kitab oxumaq qrupu qoymuruq ki, orada deyək, hərə bir kitab götürsün, oxusun, gəlsin. Gündə sən filan kitabı oxu, sən filan kitabı oxu, mən də filan kitabı oxuyum, o birisi də bu kitabı oxusun və bizə desin. Hərəmiz məsələn 7 gün 7 dana kitaba qulaq asaq, 7 adamın düşüncəsinə qulaq asaq və bunları Azərbaycançı, türkçü, millətçi olaraq bunları düşünməyə çalışaq. Yəni bunlar Azərbaycançılıq üçün türkçülük. Hətta bu kitab ki mən oxuram, bu Azərbaycançılıq üçün türkçülük üçün yazılmayıbdır. Bu Fransəliçilikdən çıxmaq üçün yazılıbdır. Amma biz farsçılıqdan çıxmaq üçün öz yolumuzu tapmalıyıq. Biz Tunis ilə fərqliyik, biz Amerika ilə fərqliyik, Kanada ilə fərqliyik, farslarla fərqliyik, ərəblərlə fərqliyik, kürdlər, hamısı ilə fərqliyik. Bu özəllik Liberiyadan, bu tembellik. Liberiya, Libi. Liberiyadan
Məğribə. Məğrib ki, farsça deyirlər, batı, yəni gün batan yer, ərəbcədir. Onun məğribə, Libidən məğribə yolu ilə, yəni bu yolla hara gedibdir? Laosa, Amerikada, Laos fikirəm Afrika, Latin Amerikadadır. Laosa kadar sümürgecilerin oy birliğiyle onayını almıştır. Bu tembellik deyir ki, Libidən ta Məğribə, oradan da ta Laosa, bəlkə də Laos bilmirəm, Filipinin yanındadır, hardadır, bunu dəqiq bilmirəm coğrafiya olaraq. Hər halda Laosa qədər deyir ki, sümürgecilerin, istemarçıların oy birliği ilə ittifaqa ara, ərəbcə, bu söz ittifaqa ara ərəbcədir, farsça bunun müadili yoxdur bu kəlmənin. İttifaqa ara ilə, yəni oy birliği ilə nə olubdur? Onayını, təsdiqini, bunu təsdiq eləyiblər. Hamısı deyiblər ki, bu onayını almışdır, bu təsvib olubdur. Hamı deyibdir ki, bəli, fikir edirəm ki, Laos şeydə olacaq, bəli. Kamboc, Laos, oradadır. Ərz edeyim, hər halda. Pəs deyir ki, bu dünyanın o bücündən, Afrikanın o başından, ta Asiyanın bu başına qədər nə olubdur? Beləsi qəbul olunub ki, bu millətlər tənbəldilir. Müstəmirə olan millətlər tənbəldilir. Biz o zaman ki, tənbəl dəyirdik, biz türklər tənbəlliğə adət eləməmişdik, biz imperatorluq qurmuşduq. Mən görürəm, dostlar, neçə gündə bir videolar yayırlar, yazılar yayırlar. İran şeydir. Türk imperator, İranda Türk imperator. İranda Türk imperatorluğu deyəndə Türk imperatorluğu bir dəryadır. Onu yığırsız bir istikanın içindəki adı bu günləri İrandır. Türk imperatorluğu çox böyükdür. İran onun bir parçasıdır. Hətta Azərbaycanlıların imperatorluğu, Azərbaycan türklərinin imperatorluqları çox böyükdür. Bugünkü İran onun içində bir istikandır, bir hovuzun içində, bir istəxrin içində. Bunu bilməliyik ki, İran adında bir şey, bugünkü İran, geçən 1000 ildə türklərin hakim olduğu torpaqların, məsələn, mənim bədənimdə bu yumruq qədərdir. Türklərin hakimiyyəti mənim bədənim boyudadır, amma bu yumruq qədərdə indi İran var. İndi adı İran olan cəhəli bir yer. Tamam. Bu tanımın nə ölçüdə yararlı olduğunu görmək kolaydır. Deyir ki, bu indi ki belə tərif elədik ki, hardan hara gəlibdir, Libidən, Məğribə, Məğribdən Laosacan bu istemarda, yəni Hindizadı da, Hindi, Çinizadı hamısını tutur da, bunlar hamısı müstəmirə olmuşlar İngilistana. Deyir ki, bunlar hamısı bu tanım tərif, ərəbcə sözdür. Farsının bunda muadili yoxdur, sözü yoxdur. Tərif, tanımını nə ölçüdə, ölçü əndazə, farsca, böyüklük, nə ölçüdə yararlı, faydalı, yararlı, fayda sözü ki, ərəbdə onun şeydir. Türkçə fikir, farsça fikrim sud olacaqdır. Yararlı olduğunu görmək kolaydır, rahatdır ki, bunu biz görək ki, faydası nədir? Sümürgəciyi yücəltən və sümürgələşdiriləni aşağılayan diyalektikdə önəmli bir yer kaplar. Deyir ki, bu düşüncə ki, dedik üstə tərif, sümürgəçiliği ucaldan, yuxarı aparan, böyük görsədən, əzəmətli, başıqlı farsça, onu yücəltən, o sümürgəcini, farsları ucaldan və sümürgələşdirən türkləri aşağılayan, təhqir eləyən, aşağılayan, pəst eləyən diyalektik dostlar. İranda bunu bizə pis düşündürüblər. İcazə buyurun, mən bunu bir dəfə də qabaqcan oxumuşdum. Əgər eləyə bilsəm bu telefonlardan birini aça bilsəm ki, oradan
bunun mənasını sizə ərz eləyəm. Dialektiki, dostlar, gedirik Google-ə. Əgər mən bunu Google-in tapa bilsəm. Gedirik Google-ə. Google-də yazırıq ki, türkcə sözlük. Əgər açılsa mənim bu telefonum. Mən gələ əvvəl bunu çevirəm latincə türkcəyə. Türkcə sözlük. Elə bunu vuranda özü bir Google-in translation-ı gəlir, yəni tərcümə eləyəni. Bir dənə da Türkiyə Dövlət Kurumudur fikirlirəm. Kurum sözlüyü gəlir. İndi orada yazırıq dialektik. Görürük ki, dialektiki nə məna edir? Dialektik. Əgər beləsi düz yazmış olsam, tamam, görək ki, dialektiki nə məna elədir? Deyir ki, yox, burada gəlmədi, nədən oldu bu? Qələt yazmışam hətmən. Dialektikdir. Mən iştibah yazmışam dialektik, o dialektikdir. Mən bu farscanı hələ biz onunla gedirik da, bilirsiniz, mütəəssifanə. Dialektikə məna yazdığı budur. Farslar bizə deyiblər ki, hərəkəti dəruni farsca. Bir şeyin, tarixin məsələn özünün bir hərəkəti vardır falan, buna deyiblər. Görün burada nə deyir? Deyir ki, gerçəkliyi, həqiqəti və onun çəlişmələrini, onun bir-biri ilə müxalifət eləməyini, çalışmalarını itləməyə yarayan və bu çəlişmələri aşmayı aşağılayan, sağlayan yolları aramayı öngörən akıl, deyir onu pişbini eləyən axıl. Bir ağıldan danışır ki, eləyə bilir ki, o eşikdə olan varlıqlar ki vardı, onların bir-biri ilə olan təzadlıların, müxalifətlərin, ziddiqların görsün. Çəlişki olur ziddiqlarda. O ziddiqları görsün və öngörən akıl yürütmə yönətimi deyir ki, o ağıl ki, o işlir ki, bunları görsün. Pəs, burada dialektik bu deyil ki, təzaddır, yox. Dialektik o cürə bir fəlsəfi baxışdır ki, bir ağıldan söhbət edir. Bir ağıldır ki, o ağıl eşikdə vaqiyyətlərin, məsələn, tarixin, ya bunlar vaqiyyətdir da, biz eşikdə bunları görürük. Yəni, bir geçəcək var, ona tarix deyirik. Bir gələcək var, ona tarix deyirik. Geçəcək tarix, gələcək tarix. Bunları deyir ki, öngörə bilir. Pişbini eləyən bir ağıldan danışır. Çəlişkiləri görür. Məsələn, İranda Türk ilə Farsın savaşını indidən görür. Bunu pişbini eləyə bilir. Bunları öngörə bilir ki, nə olacaqdır İran, nə cür bölünəcəkdir, nə cür olacaqdır. Buna deyirlər dialektik. Bəs bir dənə ağıl gücüdür ki, dialektik bir ağıl gücüdür ki, eşikdə olan təzadlıları, çəlişkiləri bir-biri ilə görür və onu təhlil eləyə bilir. Buna deyirlər nə mənə? Dialektik. Oldu. İndi qeydaq sözümüzə görək ki, nə dedi? Dedi ki, sümürgəci yüzaltan, o şey ki, sümürgəcini yuxarı aparır, əzəmətli başqu göstərir və sümürgələşdiriləni türkləri İranda məsələ aşağılayan dialektikdə o, dedək, ağıl gücü ilə baxanda önəmli bir yer kaplar, özünə bir önəmli yer tutur. Üstəlik, ekonomik açıdan da verimlidir. Deyir, bu hətta, diqqət buyurun, deyir ki, belə baxsaz ki, sümürgəci, deyir ki, hətta ekonomik baxıdan, ekonomik latincə sözlü keçibdir türkcəyə iqtisad. İqtisadi açıdan, yəni baxımdan da, iqtisad durumundan baxsaq da, zaviyyəsindən, açısından baxsaq da, verimlidir, yəni faydalıdır. Tamam. Heç bir şey sümürgecinin ayrıcalıqlı konumunu
çalışmasından daha haqlı çıxarmaz. Deyir, heç bir şey sümürgəçinin, istismargərin ayrıcalıqlı təbizlər ki, onun haqqında vardı, o fərqli şeylər ki, imkanlar ki, onun əlində vardı. Ayrıcalıq dedik, təbizlərdir. Təbizlər ki, onun mənfəətinədir, onun konumunu, yəni onun mövqeyiyyətini, ekonomik mövqeyiyyətini, iqtisadi mövqeyiyyətinin üstən ayrıcalıqlar konumunu, onun təbiz olan konumunu, çalışmasından, onun işləməsindən, çalışmaq dedik, işləmək, tənbəlliğin qabağındadır. Çalışmasından daha haqlı çıxarmaz. Deyir, onun çalışmasından sonra heç də ona haqlı çıxartmaz. Deyir, o şey ki, ona haqlı çıxadır istismargəli, onun çalışmasıdır. Beləsi deyək. Və heç bir şey də sümürgə insanının yoxsulluğunu, bizim də yoxsulluğumuzu, onların pulluluğunu, sərvətini, güclülüğünü, bizim də nəyi? Heç bir şey də sümürgə insanının, biz ki sümürgə yox, müstəmirə insanın yoxsulluğun üşəngəcliyindən, yəni təkəbbüründən bizim də bir qürurumuz var. Yalandan bizim balıq beyinli yox ha. Bizə deyir, türk elədir, türk belədir. Türk nədir? Müstəmirə. Nə türk eləsi, türk beləsi? Və vaqiyyət acıdır. Amma biz özümüzə bir qürur veriblər. Sarı İran است. Dome xers است. Türkiyə xər است. Bunu veriblər bizim qoltuğumuza. Biz təkəbbürümüz var. Qəbul eləmirik ki, müstəmirik. Bir təkəbbürümüz var. Qəbul eləmirik ki, bizim dilimizi, tariximizi, ədəbiyyatımızı, musiqimizi, işimizi, gücümüzü, hakimiyyətimizi, azadlığımızı, istiqlalımızı, hər şeyimizi əlimizdən alıblar. Və biz ölümə məhkum olmuş bir millətik. Və İran adlanan zindanda yaşırıq. Və bunu azadlıq, istiqlal, hüviyyət, təkəbbür bilirik. Bir qürur bilirik. Deyir ki, belə bir şey yoxdur. Üşəngəcliyindən daha haqlı çıxarmaz. Deyir ki, bizim də bu fəqir qalmağımızın illəti budur ki, özümüzü bir mütəkəbbir bilirik. Böyük bilirik. Qəbul eləmirik ki, müstəmirik. Hətta bəzən iç istimardan danışırıq. İç istimara müttəhəm. Yox, belə deyil dostum. Vaqiyyət budur ki, belə deyil. Bizim qoltuğumuza bir təkəbbür veriblər. Tənbəlliğə mübtəla olmuşuq. Deyirik və dövlət gərək bizə mədrəsə verək. Dövlət gərək bizə dövlət verək. Dövlət gərək bizə ya federalizm və istiqlal verək. Dövlət bizə gərək dil açar. Yox dostum, belə bir şey yoxdur. Dövlətin olmasa heç bir haqqın yoxdur. Müstəmirə millətin heç bir haqqı yoxdur. Dövləti yoxdur. Dolayısıyla ayrı bir mənada, ayrı bir sözlə desək, sümürgə insanının mitsel portresi inanılmaz bir tənbəllik içərirkən, sümürgəçininki isə ərdəmli bir eyləm istəyi ilə doludur. Deyir ki, mütəəssifanə, dolayısıyla ayrı bir söz desək, sümürgə insanının müstəmirə olan insanların, türklərin İranda mitsel portresi, usturə düşüncələri Səddar xandan, Baqir xandan, o şey ki, bizim hakimiyyətimizi əldən veribdi. Qacarı məhkum eləməkdən, türkləri məhkum eləməkdən filan. Deyir ki, mitsel usturələri inanılmaz, qeyri-qabili bavər, inanılmaz bir tənbəllik içərərkən, yəni içində bir inanılmaz tənbəllik var. Sümürgələşən insanların içində bir inanılmaz tənbəllik var. Kitab oxumasın, yazı yazmasın, kesin çox desin, gülsün. Sümürgəçinin, deyir, onun belə olanda sümürgəçinin nəyi var? Sümürgəçininki isə o sümürgəçinin düşüncəsində, portresi, mitsel portresində nəyi var? Usturəsində ərdəmli
Ərdəm dedik ki, əxlaq sözü ki, ərəbcədir, onun farsçası yoxdur, onun türkcəsidir. Yəni, əxlaq sözünün türkcəsi ərdəmli. Ərdəmli, əxlaqi bir eyləm, əməliyyat, rəftar, hərəkət istəyi ilə doludur. Onun bir əxlaqi bir hərəkəti istəməyi vardır, eyləmi vardır, hərəkəti var, cəryanı var, savaşı var. Deyir ki, sümürcəçi bir əxlaqı, özünə bir usulu var, özünün əxlaqı var. Məsələn, əxlaqında deyir ki, biz türkləri əlimiz altında saxlayacağıq. Bunlar bizim müstəmirəmizdir. O, onun ərdəmidir, əxlaqıdır. Türklərinki də nədir? Təmbəllik. Bu ikidir. Sümürcəninki, indi yenə də davam edir bunu, deyir ki, sümürcəcininki isə ərdəmli bir eyləm istəyi ilə doludur. Tamam. Aynı zamanda, elə o zamanda ki, bu ikisi belədilər, sümürcəci, istemargər, sümürcə insanının istihdamında, dostlar, mən bunu o birisi səhviyyə geçdik, 92-ci səhviyyə, bunu sümürcə insanının, istemargər, müstəmirə insanının istihdamı etmənin çox karlı olmadığını aqla gətirərək, deyir, ağlına gətirər ki, mən bu türkləri niyə istihdam edirəm? Bunu ağlına gətirər ki, bunu mənə karlı deyil. Kar dedik ki, türkçədə fayda, mənfəət. Fayda və mənfəət ki, ərəbcədir, onun türkçəsi kar. Karlı olmadığını əqlə gətirər, inanılmaz düşük ücrətli imkan tanımış olur. Deyir ki, bunu gətirər, amma inanılmaz, qeyri-qabili bavər bir düşük, qeyri-qabili bavər bir əşağa müzdlə, düşük əşağa müzdlə, ücrət həman, ücrət ərəbcə sözdür, onun türkçəsi müzdüdür. Müzdlə onu edər, ona bir imkan tanır ki, mənə işlə. Deyir, inanılmaz, deyir ki, bu insanı mən istihdamı mənim faydası nədir? Niyə mən farsları istihdam eləməyim? Amma düşünər ki, bunlara aşağı bir müzdülə istihdam eləyə bilirlər. Farslar idarələrdə gəlib, məsələn, Azərbaycana istihdam olublar, gəliblər, Azərbaycana hər yerə gediblər. Yüzlər milyon ayda hüquq alırlar. Türklər öz məmləkətlərində ayda 2 milyon tapanmırlar. 3 milyon tapanmırlar, 5 milyon tapanmırlar. Və bunları o qiymətə də işlətmirlər. Tehranda bir ustad danışqah gətirirlər bura, təyyarə ilə gəlir, təyyarə ilə gedir. Ayda ona bir Təbrizli, Ərdəbilli, Urmiyəli, Zəncanlı, Qəzvinli, Əraşlı, Həmədanlı, Zəncanlı bir ustad danışır, 10 qatıcan ona pul verirlər. Bunu deyir. İndi buradan başlayır, deyir ki, bizim başımıza nə oyun gəlir, dostlar. Sümürcələşdirmə deneyimli personel kullansa kar əldə edəcəkmiş kimi görünə bilir. Deyir ki, belə nəzərə gəlir ki, sümürcələşdirilmə, yəni bizi əgər müstəhəm beynimizi, balıq beynimizi dəyişdirsə, sümürcə eləsə bizi, beynimizi. Dedik ki, sümürcə beyindən başlar, dostlar. Topraq işğalı olar, əvvəl oradan başlar. Sonra bizim beynimiz sümürcə olar ki, onlar eləyə bilsinlər, işğaldan çıxsınlar, istemara geçsinlər. Sümürcələşdirilmə deneyimli, yəni təcrübə olunmuş, təcrübəli personel kullansa, bir təcrübəli insanları işə alsa bir sümürcəçi, neynər? Kar əldə edəcəkmiş. Deyir ki, əldə belə nəzərə gəlir ki, fayda qazana biləcək. Gibi görünə bilir. Beləcə nəzərə gələ bilər ki, fayda ala bilər. Bundan daha az doğru bir şey olmaz. Deyir, bundan daha az, düz bir şey olmaz ki, yox, bundan daha az bir şey yoxdur. Sümürcəçilər, istemarçılar, sümürcəçilər arasında bulunan kalifiyə, sümürcəçilərin, məsələn, ya Fransəlilərin, ya Farsların, ya İngilislərin arasında, bunlar istemarçıdırlar da, sümürcəçilər arasında bulunan kalifiyə,
Kalifiyə keyfiyyət sözüdür. Yəni vacid şərait farsça deyirlər. Vacid özü də ərəbcədir, şərait də ərəbcədir. Bunlara şey yoxdur. Türkçə farsçası yoxdur. Qualify de bunun ingiliscəsi. Qualify latincə o söz gəlib olub kalifiyə. Kalifiyə. Yəni keyfiyyət, quality. Bulunan deyir ki, istemarçının arasında, sümürgecinin arasında vacidi şərait olan bir işə şərait olan işçi sümürgə insanından 3-4 kat fazla para kazanırkən deyir ki, sümürgə insanı, istemarçıların içində, farsların içində olan mütəxəssislər, vacidi şərait, bir hər işə ki, vacidi şərait olarlar, gedələr, qualify olanlar, sümürgə insanından, türklərdən, ərəblərdən, bəluçlardan, türkəmənlərdən, qəşqailərdən, lollardan, ciyləşlərdən, mazanilərdən, bunlardan 3-4 qat fazla para alarlar. Aynı işdə fazla para kazanarkən, onlar bir belə kazanarkən, nə nitəlik, nə səlahiyyət, keyfiyyət. Nitəlik, keyfiyyət sözü ki, ərəbcədir, onun şeydir, farsçada buna yoxdur. Çequnici gərək deyərlər ki, deyənmirlər. Nə nitəlik, nə də necəlik, nə də kəmmiyyət, tedad, neçədanalıq, neçəlik, nə nitəlik, nitəlik oldu keyfiyyət, neçəlik oldu kəmmiyyət. Nə nitəlik, nə də neçəlik olaraq, nə keyfiyyəti fərq eləsin, nə kəmmiyyəti fərq eləsin. Olaraq, ondan 3-4 kat fazla ürətir. Deyir ki, ondan 3-4 qat çox şeylər. Ürətmək tolid, tolid ərəbcə sözdür, təvəllüd də bundandır. Farsların buna zad sözü var. Zad, zadə. Oradan gəlir. Amma bunu işlədənmirlər. Tolid məsələn gəlir fəqət orada işlənir əlbəttə. Bizdə o nədir? Ürətməkdir. Onu ürətir. Pəs deyir ki, 3-4 qat az muz verir, amma çox iş çəkir. Diqqət buyurun. 3-4 qat az muz verir, çox iş çəkir. İndi görün nə olacaqdır? Bu söz çox ağır yerə gedir. Bir Avropalı, bir fars siz qoyun bunun yerinə. Bir Avropalı ya fars yerinə 3 sümürgə insanı kullanmaq daha avantajlıdır. Bir dana farsın yerinə 3 dana türkü işlətmək, bir dana ingilisin yerinə 3 dana ərəbi işlətmək, 3 dana çinlini ya 3 dana hindilini işlətmək daha faydalıdır. Pəs bir diqqət buyurun, görün ki, iqtisadi baxışda nə cür bunu açıqladı. Deyir ki, bir Avropalı yerinə, bir dana farsın yerinə işlətmək üçün 3 sümürgə insanını, 3 dana müstəmirə insanı kullanmaq, istifadə eləmək daha avantajlıdır, daha faydalıdır. Niyə? Dedik da ki, çünki az pul verir, çox işlədir. Hər şirkətin uzmanlara ehtiyacı vardır, kuşkusuz. Kuşkusuz yəni şək. Şək sözü ki, ərəbcədir, onun farsçası da yoxdur. Onun türkçəsi kuşku. Kuşkusuz, hər bir şirkətin mütəxəssislərə, yəni uzmanlara ehtiyacı var. Şəksiz, hər bir şirkətin mütəxəssislərə ehtiyacı var. Amma ancaq ən az sayda, yəni məsələn, gəliblər süngündən istəyirlər ki, mis çıxadalar. Burada işlədəcəklər kimləri? Ən az mütəxəssisi farslardan gətirəcəklər. Müdürlərdir, bir də 1-2 dana mühəndisdir. Onları farslardan gətirəcəklər. Qalanı türk olacaqdır. Və az hüququndan onu verməyəcəklər. Millət indi orada etisab edir, zindandadır. Calibdir, keçən günlərdə gördük ki, hətta bir xəbərnigar yazmışdı ki, bunlar misli süngündə etisab eləyiblər. Onu dadqaha deyir ki, bunu boşlamayın, saxlayın zindanda, o birisinə ibrət olsun. Karigərlər də qalıblar zindan, misli süngün deyib ki, bunları azad eləməyin. Dostlar, görsədir ki, 20 saniyəmiz qaldı qutarmağa. Onun üçün mən burada qoyum qalsın. Bu bəhsli sabahları davam elərik, ömrü olsa. Sizin hamınızı Azərbaycanın və türklərin Allahına tapşırıram. Gecəz xeyir qalsın. Görüşmək üzrə.